Mən müraciət edib qəbul olanda mənim 21 yaşım var idi. Kəşf ki, deyəcəyim, həyat yaşamaq istəmirəm. Əgər mən indiyə qədər ondan çox ölkədə olmuşam və heç birinin biletini özüm almamışam. Əlhəmdülillah, müxtəlif top universitetlərdən Harvard, Oxford, Cambridge, Stanford kimi top universitetlər qəbul olmağı bacardı. Bütün UK universitetlərinə ağlınıza gələn formada application formu doldurub apply eləsəz belə özünüz də qəbul ola bilərsiniz. O qədər çox aktiv tələbəlik dönəmi keçirmişəm ki, yəni həyatım heç vaxt universitet və evdən ibarət olmayıbdı. Dərs deyəcəm, 70 şagirdin həyatı ilə kifayətlənməsini istəmirəm. Mən daha çox insan həyatına çatmaq istəyirəm və həqiqətən ölkə miqyasında işlər görmək istəyirəm. Salam, Mentify podkastının ilk buraxılışına xoş gəlmisiniz. Bugünkü qonağımız bir çoxlarınızın Harvard məzunu kimi tanıdığı, beynəlxalq sahədə öz təcrübələrini bizimlə bölüşən Aysun Məmmədlidir. Xoş gəlmisiniz Aysun xanım. Xoş gördük Gülay xanım. Bu sizin ilk ictimai çıxışınızdır. Gəlin sizi daha yaxından tanıyaq. Aysun xanım Harvard məzunu olmaqla yanaşı kimdir, nələrlə məşğuldur? Xaricdə təhsil almaq arzusu ilk dəfə nə vaxt yarandı? Buyurun. Hər kəsi salamlayıram və öz podkastıma dəvət etdiyiniz üçün mən təşəkkür edirəm bizim podkastımıza. Evet. Bu dediyiniz ki, mənim ilk ictimai çıxışım olacaq. Buna görə də bir qədər məndə həyəcan var. Ümid edirəm ki, nəsə yanlış bir söz, ifadə və s. olarsa anlayışla qarşılayarsınız. Aysun Məmmədli, qeyd elədiyiniz kimi, Harvard Universiteti məzunuyam. 2024-25-ci il və düzü mənim üçün çox sevindirici haldır ki, insanlar məni bu bir növ brendin yanında adımı çəkirlər və bu şəkildə tanınıram. Harvard məzunu olmaqla yanaşı 2025-ci ildə məzun olub ölkəyə qayıtdıqdan sonra mən bizdə Hindistan, Oman, Bəhreyn, Küveytdə Harvard Universiteti bizi göndərmişdi və biz oradakı məktəblilər üçün təqribən 2 aylıq bir innovasiya istiqamətində bootcamp həyata keçirmişdik. Orada mentor, bir də konfransın chairi olaraq, rəhbəri olaraq da fəaliyyət göstərdim. Daha sonra ölkəyə qayıtdım və təhsilin müddətində üzərində çalışdığım, artıq bu loqolardan da gördüyünüz kimi Mentify layihəsi üzərində işləməyə başladım. Əslində təhsilim dönəmində artıq demək olar ki, hər şey hazır idi. Avqust-sentyabr aylarında intensiv şəkildə hazırladıq. Veb-saytın qurulması, mentorlarla əlaqəyə keçirilməsi, komandanın qurulması və s. kimi texniki məsələləri bitirdik və sentyabrın 6-dan etibarən full-time Mentify platforması üzərində həm təsisçi kimi, həm də ki mentor olaraq fəaliyyət göstərdim və bu müddət ərzində burada çərçivələrə qoymuşuq müxtəlif hissələrə. Əlhəmdülillah, müxtəlif top universitetlərdən Harvard, Oxford, Cambridge, Stanford kimi top universitetlər qəbul olmağı bacardıq. Və aprel ayından etibarən isə hal-hazırda Təhsil İnstitutunda hələ ki Təhsildə İnnovasiyalar şöbəsində aparıcı mütəxəssis olaraq əsas full-time orada fəaliyyət göstərirəm. İndi part-time Mentify-da əsasən yenə təsisçi kimi texniki məsələləri dəstək oluram. Belə əsas fəaliyyətim elə ancaq təhsil, mentorluq, xarici təhsil, bu bir də konsultant olaraq tələbələrlə görüşürük, onlara müxtəlif təhsillə bağlı suallarını cavablandırıb istiqamət verməyə çalışırıq. Ümumilikdə bu qədər. Nə gözəl, maşallah. Arzu edirəm ki, bundan sonraki belə layihələriniz davamlı olsun, uğurlu olsun. İndi isə mən keçid eləmək istəyirəm komanda üzvlərimizə. Onlar da artıq gəlib sizə öz suallarını ünvanlasınlar. Daha sonra mənimlə birlikdə davam edərik. Təşəkkür edirəm. Salam Aysun xanım. Salam Ayda xanım. Sizə ilk sualımız ondan ibarətdir ki, sizcə Harvarda müraciət edən zaman sizi digər namizədlərdən fərqləndirən başlıca xüsusiyyət nə olmuşdu? Hansı ki, qəbuluma da kömək elədi. Bəli. Mən Harvarda müraciət edəndə fikirləşirəm ki, həm qəbul almağım üçün, həm də imtina almağım üçün çox səbəblər var idi ki, onu necəsə yaxşı balanslaşdırmağı bacarmışdım. Birinci, yəni ki, əleyhimə olanları lehimə istifadə etməyə bacarmışdım. Mən müraciət edib qəbul olanda mənim 21 yaşım var idi. Mən 2023-cü il Dillər Universitetinin məzunuyam. Bakalavrumu bitirən kimi 24-də artıq magistr təhsilinə başlamışdım. Mənim yaşım və iş təcrübəmin olmaması əslində mənim üçün bir növ yəni ki, əleyhimə olan faktorlardan biri idi. Sadəcə mən o qədər bunu qrup yoldaşlarım da təsdiqləyə bilərlər ki, o qədər çox aktiv tələbəlik dönəmi keçirmişəm ki, yəni həyatım heç vaxt universitet və evdən ibarət olmayıbdı. Həm sosial, həm research, həm beynəlxalq layihələr, təlimçilik fəaliyyəti, yəni müəyyən layihələrdə project manager idim, akademik nailiyyətlərim olmuşdu. Sonra qəbulumda elə bilirəm ki, rol oynayan səbəblərdən biri Dillər Universitetində fəxri məzun olaraq məzun olmuşdum. O da onlar xoşlayırlar belə honor degree, first class və s. kimi titulları. Bundan başqa sosial fəaliyyətlərim çox idi və heç vaxt bu həmişədən məndə belə olub ki, heç vaxt özüm üçün yox, biz prinsipi ilə yanaşmışam və həyata keçirdiyim layihələrdə məsələn inklüziv gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində
sayıdakı gənclərin sosial fəaliyyətinin artırılması istiqamətində və digər bu kimi layihələrim olub. Öz büdcəmdən ya da kənar qrantlar qazanaraq bunları həyata keçirmişəm və əsasən motivasiya məktubumu yazanda da və sənədlərimi hazırlayanda da project manager, trainer profili formalaşdırmışdım və bunun üzərindən davam eləmişdim. Bundan başqa isə təhsil sahəsini çox sevirəm və təhsillə bağlı müşahidə elədiyim research-based datalarına əsaslanan problemlər, həllər bu təhsil mənə verəcək. Düşünürəm ki, yaxşı sənədlər hazırlamışdım və prosesə çox tezdən başlamışdım və sadəcə Harvarda müraciət eləmişdim. Bütün fokusum, enerjim orada olduğuna görə ən yaxşı şəkildə hazırlayıb elə bilirəm ki, qəbul almağı bacarmışdım. O iş təcrübəmin rəsmi olmaması və yaşımın az olması kimi məsələləri də bir növ kompensasiya eləməyə bacarmışdım. Bir də mənim GPA də elə çox deyildi. 92.7 idi. Əslində normaldır, amma wow deyə biləcəkləri onda 10-luq bir GPA deyildi. Bunu belə öz lehimə bir növ istifadə eləməyə bacarmışdım. Maşallah, çox təşəkkür edirik ətraflı məlumatınız üçün. Bir daha təbrik edirik bütün uğurlarınızı. Salam Aysun xanım. Sizin fikrinizcə məktəbdən kənar social aktivitelər, sosial işlər qəbul prosesində nə qədər kömək olur sizə? Magistr üçün, bakalavr üçün, yoxsa hər ikisi üçün? Sizin təcrübənizdə bu necə olub? Mənim təcrübəm magistr idi, amma hər birini bildiyimə görə ümumi bir məlumatları bölüşmək istəyirəm, hansı ki, bəlkə kiməsə faydalı ola bilər. Ümumi dərsdən kənar fəaliyyətlər önəmlidir, lakin baxmaq lazımdır ki, siz hansı sahəyə gedirsiniz və çalışmaq lazımdır ki, yekun marağınıza uyğun, məsələn, siz əgər biznes sahəsinə yönələcəksinizsə, dərsdən kənar gördüyünüz fəaliyyətlər də buna birbaşa bağlı və yaxud da ki, bunun ətrafında olması tövsiyə olunur. Amma məsələn, deyək ki, siz hüquq deməyə yaxşı, siz biznes sahəsinə yönəlmək istəyirsiniz və ki, iqtisadiyyata yönəlirsiniz, startaplarla məşğul ola bilərsiniz, bu sahədə dərsdən kənar research apara bilərsiniz. Müəyyən məktəbdə, əgər bakalavra müraciət edirsinizsə, indi siz məktəbli olduğunuza görə onu demək istəyirəm, müəyyən bir klub təsis edib onun prezidenti ola bilərsiniz. Amma bu o demək deyil ki, birbaşa biznes ya da iqtisadiyyat sahəsindən ibarət olmalıdır. Sizin əgər başqa marağınız varsa, məsələn, ola bilər ki, hansı personal story var və xəstəxanada əziyyət çəkən xəstələr də sizin üçün maraqlıdır və siz gedib orada könüllü olsanız ya da bir zooparkda könüllü olsanız belə, sizin marağınızın olduğu və həqiqətən qəbul üçün deyil, özünüz üçün elədiyinizi əsaslandıra bilsəz, düşünürəm ki, önəmlidir. Ümumilikdə tək çalışmaq lazımdır ki, qəbul alaram deyə checklist kimi nələrsə deyil, həqiqətən sizin gələcək məqsədlərinizə xidmət edən işləri görmək lazımdır. Çünki onlar checklist üçün tamamlananda, sonra biz onu motivasiya məktubunda və yaxud da ki, digər sənədlərdə əsaslandırılmada çox çətinlik çəkirik. Ona görə də sırf həqiqətən hər şey sizin özünüzə xidmət eləməlidir. Çünki nəticədə almaq istədiyimiz təhsili də özümüz üçün alırıq. Amma magistr və PhD qəbullarında düşünürəm ki, biraz zəif qalır o dərsdən kənar fəaliyyətlər. Orada başqa artıq faktorlar var ki, düşünürəm ki, bir podkastın mövzusu deyil bu. Çünki ixtisas, tələbə o qədər çox individualdır ki, belə fərdi feedback verə bilmirəm. Amma dediyim kimi, sizin məqsədinizə xidmət edən hər bir şey mübahdır. Yəni deyirsiniz ki, sırf bakalavr üçün gedəcəyimiz fakültə üzrə məşğul olaq və bundan əlavə də bizi nə maraqlandırırsa elə. Bəli. Çox gözəl. Çox sağ olun cavabınız üçün. İndi digər komanda üzvlərimizə söz vermək istəyirəm. Çox sağ olun Banu xanım. Aysun xanım, sizcə tələbələr universitet illərində hansı fürsətləri daha çox dəyərləndirməlidirlər? Çox ümumi sualdır bu. Ümumiyyətlə mən çəkinirəm hansısa ümumi suallara cavab verməyə. Tələbədən, universitetdən, gələcək məqsədlərindən asılı olaraq dəyişir. Amma ümumi alt başlıqlar altında toparlasam, spesifik bildirməsəm, mütləq düşünürəm ki, liderlik təcrübələri əldə edilməlidir. Hansı ki, başqalarının təşkil etdiyi layihələrdə, tədbirlərdə sadəcə iştirakçı kimi deyil, müəyyən layihələrin, tədbirlərin təşkilatçılığında öz sahəsi üzrə, hüquqdursa hüquq üzrə, tibbdirsə tibb üzrə, nə bilim, siyasətdirsə siyasət üzrə o sahədə öz sahəsi ilə əlaqədar müəyyən bir liderlik təcrübələri əldə etmək. İkinci olaraq mən mütləq tövsiyə edirəm research, akademik iş, məqalə, ayrıca literature review belə ola bilər ki, o sahədə bir-iki dənə publication olunması tövsiyə olunandır. Bundan başqa çalışmaq lazımdır, beynəlxalq təcrübələr əldə edilsin, müəyyən təlimlərdə iştirak ola bilər, layihələrdə iştirak ola bilər, exchange proqramlarına gedilə bilər, hansı ki, bilirəm, Adadır, Xəzərdir, Banın və sair kimi universitetin tələbələri bu fürsətlərdən yararlana bilərlər. Bu exchange-dən istifadə etmək olar. Bundan başqa hansısa ixtisasınızla əlaqədar mən tövsiyə edirəm mütləq intern kimi, təcrübəçi kimi. Yəni illərdə sizin oradan əmək haqqı almanıza ehtiyac yoxdur və yaxud da ki, illərdə adınıza əmək müqaviləsinin yazılmasına ehtiyac yoxdur. Sadəcə təcrübə olaraq 3 ay, 5 ay və sair kimi artıq dərs yükünüz və digər məşğuliyyətlərinizlə icazə verdiyi qədər təcrübə keçmək önəmlidir. Çünki CV-nizi sonda dolduracaqsınız və həmin CV-də təhsil və experience hissəsinə orada internshiplikləri də yazmaq tələb olaraq düşünürəm
düşünürəm ki, çox önəmlidir. Bir də ki, mən düşünürəm ki, maksimum goal focus, məqsəd fokuslu olmaq lazımdır. Məsələn, siz özünüzü nümunə verə bilərsiniz, harda təhsil almaq istəyirsiniz, hansı ixtisas üzrə? Mənim əslində ixtisasım informasiya təhlükəsizliyidir və istəyirəm ki, gələcəkdə, yəni karyera məqsədində də bu istiqamət üzrə təhsilimi belə deyək ki, inkişaf etdirim. Əla. Belə. Bəs ölkə olaraq bilirsiniz, hansı ölkədə təhsil Ölkə almaq olaraq istəyirsiniz? əslində hal-hazırda gənclərin əksəriyyətinin yəni seçimləri UK, USA daha çox Amerika, İngiltərə bu tip ölkələrdir. Mən daha çox Avropa belə nəzərdə tuturam, bəli. Amma ki, yəni imkanlar olduqca təbii ki də niyə də yox da, yəni belə dəyərləndirmək olar. Əla. Məsələn, mən sizin yerinizdə olsam, birinci ölkənin universitetləri və proqramları araşdıraram. Daha sonra isə onsuz hər bir universitet öz veb saytında yazır ki, məsələn, biz neçə il iş təcrübəsi olan və yaxud da ki, hansı göstəricilərə malik student profile olur adətən bu. Ona baxaram mən. Oradakı və də götürəcəyim dərslərə baxaram. Onları necə tamamlaya bilərəmsə, öncədən o istiqamətdə bir profil formalaşdırmağa çalışaram və yaxud da ki, LinkedIn-də sizin oxumaq istədiyiniz universitet və ixtisasdan daha öncə məzun olan tələbələri ya da ki, professionalları araşdıraram və özüm üçün checklist çıxardaram ki, məsələn, həmin şəxs X fəaliyyətini eləyibdir və mən buna görə Azərbaycanda eləyə bilirəmsə, mən də o təcrübəni əldə etməyə çalışaram ki, təki mənim qəbul şansımı artırsın. Bundan başqa əsas fəaliyyət düşünürəm ki, əgər bir şəxs qarşısına məqsəd olaraq qoyursa ki, mən xaricdə təhsil almaq istəyirəm, əgər bu bakalavr tələbəsidirsə, artıq IELTS, TOEFL ikisindən biri artıq əldə edilməlidir. SAT onun kimi əldə edilməlidir. AP, A-class əgər IB tələbəsi deyirlərsə, bu kimi imtahanları götürüb onu artıq o nəticələri həll eləməlidirlər. Magistra gəlirsə, artıq IELTS, TOEFL ixtisasınızdan əlaqədar ola bilər ki, sizə cəri cümət kimi imtahanlar da lazım olsun. Bunu da öncədən yəni ki, araşdırıb bilmək lazımdır ki, son ana saxlayıb çətinlik olmasın. PhD-də sizə yenə cəri lazım olacaq, proqramlara baxmaq lazımdır. PhD tamamilə fərqli bir prosesdir. Professorlarla yaxşı olar ki, ən yaxşı halda 1-2 il öncədən, ən pis halda 5-6 ay öncədən əlaqəyə keçəsiniz, research proposal hazırlayasınız. Yəni bu kimi sənədləri hazırlamaq lazımdır və o background udana qədər toplamaq lazımdır ki, qəbul şansınız çox olsun. Çox sağ olun ətraflı cavablarınız üçün. üçün. Cavab verə bildim. Bəli, çox təşəkkür Çox sağ edirəm. olun. Muhtaram. Mən də sizə salamlayıram Aysun Çox sağ xanım. olun Cəlal bəy. İlk öncə sualıma keçmədən öncə mən sizə təşəkkür edirəm ki, Mentify komandasına mənə layiq görmüsünüz. Mən sualımı deməli xaricdə təhsil almış bütün gənclərin adından vermək istəyirəm. Məncə bu maraqlı sualdır. Əgər qəbul komissiyasında siz olsaydınız, Azərbaycanın namizədlərdə ilk olaraq nəyə baxardınız? Çox maraqlı sualdır. Maraqlı. İlk öncə təşəkkür edirəm ki, Mentify podcast komandasının bir parçasısınız və həqiqətən arxada o qədər çox iş görürsünüz ki, buna görə minnətdaram sizə. İkinci olaraq maraqlı sual üçün təşəkkür edirəm. Düzü mən elə bilirəm ki, mən düzü belə bir məqsədim var idi ki, necəsə karyeramı elə eləyim ki, mən qəbul komitəsinə gedib çıxa bilim. Məsələn, mənim qrup yoldaşlarımdan var orada çalışanlar. Bilirəm ki, ən azı education school-a gedə bilərəm. Amma daha belə böyük skopu götürəndə bir gün əgər qəbul komitəsinə gedib çıxa bilsəm, əminəm ki, biraz bias olar məndə. Azərbaycanlılara daha çox qəbul verməyə çalışaram. Amma qəbul komitəsi başqa nationality-dən olan biri olaraq baxsam, düşünmürəm ki, onlar ölkəyə görə desinlər ki, məsələn, Azərbaycanlıdırsa buna baxıram, xaricidirsə buna baxıram. Maksimum təhsil, məsələn, yenə dediyim kimi, bu bakalavr, magistr, PhD tamamilə fərqli olduğuna görə orta yol tapıb ümumi cavab verməyə çalışıram. Əsas baxırlar ki, məsələn, onun məktəbdə ya da universitetdə götürdüyü dərslər, kreditlər uyurmu və yaxud da ki, o fundamental bazanı bilirmi ki, növbəti etap dərsləri götürəndə çətinlik çəkməsin. Buna baxırlar. Bundan başqa sizə əsasən sizin kohortunuza qəbul eləməyə planlaşdırdıqları digər tələbələrlə də bir növ müqayisə edirlər ki, sizdə olan hansı faktor bu böyük bir dairənin deyək, tamın bir hissəsi olacaq və onu tamamlayacaq. Yəni o diversity'ni qurmaq üçün bunlara da baxırlar ki, həqiqətən özü olan, fərqli backgrounddan olan, fərqli səs gətirəcək sinifə, kohorta, fərqli bir mədəniyyət, təcrübə gətirə biləcək birini axtarırlar. Bunu da necə əldə edirsiniz? Bunu iş təcrübəsindən, layihələrlə, digər networkinglərinizdən və s. yaxşı bir güclü background qurursunuz və onu tamamlamış olursunuz və onlar da əsasən buna baxırlar. Bir də qəbul komitəsinin bir çoxu, xüsusilə bu Ivy League-lər və top universitetlər, həm UK-də, həm US-də, onlar veb saytlarında əslində student profile hissəsi var və yaxud da ki,
statistika data bölüşürlər ki, 2025-ci ildə hansı background-a malik şəxsləri qəbul almışıq. Məsələn, 30% xanım olubdur, 10% first generation olubdur. Nə bilim 50%-nin məsələn GRE-si falan ortalama üzərində olubdur. Nə bilim 7 üzəri IELTS olubdur. Yəni bu məlumatları bölüşürlər. Ona görə ümumi average bir ortalama və profil, onlar nəyə baxa bilərlər? Əslində o həmin veb-saytdakı hissələrə keçid eləyərək məlumatları əldə edib özünüzlə müqayisə eləyə bilərik ki, biz indi hardayıq və ora çatmaq üçün indidən əlimizdə olan zamanda nələri eləyə bilərik, buna baxmaq olar. Yəni dedim ki, belə xüsusi bir universitet proqramı ona daha yaxşı belə detallı dəstək ola bilərik. Bu biraz ümumi olduğuna görə bir qədər ümumi cavab verdim. Amma əsasən özləri requirement kimi qoyurlar ki, bəlli bir bu şeylər lazımdır. Birinci elə ona baxırlar. Ondan sonra da digər o esseylərə baxırlar. Tövsiyə məktubu kimlərdən almışsın, sizin haqqınızda nə yazıblar, buna çox baxırlar. CV-yə baxırlar, essay sualları olur, onlara baxırlar. Yəni hər şey əslində baxıb, yekun bir ümumi holistic review verərək dəyərləndirmə edirlər ki, qəbul veririk yoxsa yox. Bir də mənim təcrübəm və mənə öyrədilən budur ki, əsasən bir nəfər qərar vermir ki, tələbəni qəbul edirik yoxsa yox. 2-3 nəfərin ortaq qərarı əsasında yekun qərar verilir ki, biz bu tələbəni qəbul edirik yoxsa yox şəklində. Ona görə bir növ elə eləmək lazımdır ki, 2-3 nəfəri də eyni anda razı sala biləcək bir profil formalaşdırmaq və o şəkildə application hazırlayıb müraciət etmək lazımdır deyə düşünürəm. Cavabınızdan belə başa düşdüm ki, xaricdə təhsil almaq istəyən gənclər yalnız imtahana yox, sosial həyatda da özünü aktiv göstərməlidir. Yəni bəli, çünki nəticədə bizim həyatımız təkcə imtahan nəticələrindən ibarət deyil və onsuz da sizinlə bərabər, məsələn siz indi bakalavr sahəsinə maraqlısınız deyə deyirəm. Məsələn deyək ki, sizin SAT almısınız 1600 full skor, IELTS-dan götürmüsünüz 9, amma əmin edirəm ki, sizi hər il 10 minlərlə apply-lar daxil olur universitet. Bizim əsas hədəfimiz toplardır deyə onu deyirəm. Çünki digərlərinə onsuz qəbul olmaq asandır. Hətta bir haşiyəyə çıxmaq istəyirəm, bunu sizə heç kim deməyəcək. Ümumiyyətcə, hətta bəzi xarici təhsil şirkətləri də paylaşırlar belə pafosla UCL-dən qəbul aldım, ya UK-in digər universitetlərindən qəbul aldım. Oxford, Cambridge xaric, yerdə qalan bütün UK universitetlərinə ağlınıza gələn formada application formu doldurub apply eləsəz belə özünüz də qəbul ola bilərsiniz. Çünki onlar hamıya qəbul verirlər. Kiçik biznes modelləridir, imperial daxil. Sadəcə imperialda bir dənə çox striktdirlər GPA məsələsinə. 3.5-dən aşağı GPA ola bilməz. Olsa imtina verirlər. Amma tələbə olsanız belə müraciət edib top 2 olan imperialdan qəbul ola bilərsiniz. Oxford, Cambridge də çətindir, çünki onlar akademikə çox önəm verirlər və onlar həqiqətən real qəbul ya da reject edirlər. Sizin maliyyə durumunuzun olub-olmaması ilə maraqlanmırlar ya da ki, onlara maraqlı deyil ki, siz onların institutuna pul gətirəcəksiniz. Amma digər UK-dəki universitetlərdən qəbul olmaq çox asandır və belə qəbulları pafosla paylaşanları da heç ciddiyə almıram. Ona görə də bu da nəzərinizdə olsun ki, əgər arzuladığınız universitet UK-dirsə, rahatlıqla müraciət edib qəbul ola bilərsiniz. Sosial fəaliyyət önəmlidir deyə soruşmuşdunuz. Əslində, yəni dediyim kimi, önəmlidir, amma sizə xidmət eləməlidir, qəbula yox bir növ. Çünki sizinlə eyni və yaxud da sizdən daha yaxşı qiyməti alanlar olacaq. Bu qiymətlərdən kənar özünüzü o namizədlərdən, rəqiblərinizdən necə fərqləndirə bilərsiniz? Buna baxmaq lazımdır. Məsələn, indi bilmirəm alınacaq yoxsa yox. Birbirinin əvəzi üçün məsələn biz Stanfordu hədəfləyirik. O təzəlikcə artıq qılınc oynatmaya qoymuşuq 9-cu sinifdir. Yəni qoy görsünlər ki, fərqli bir şey. Çünki hamı voleybol, hamı şahmat, hamı üzgüçülük. Yəni çalışırıq ki, elə bir şey eləyək ki, applicationda onu fərqləndirsin və adəsində maraqlı qılınc oynatma ilə məşğul olur. Hansı ki, Azərbaycanlı applicantlarda, müraciətçilərdə daha öncə bunu görməmişdilər kimi ya da kesin ola bilər ki, elə bir personal story var ki, siz onu sənəddə, motivasiya məktubunda elə yaza bilərsiniz ki, bunu daha öncə eşitməmiş olsunlar və onların bir növ sizin sənədinizi oxuyan qəbul komitəsinin marağını çəkmiş ola bilərsiniz. Yəni, əslində tips triks çoxdur. Ona görə çalışdım ki, ağlıma gələnləri ilkin olaraq bölüşüm sizlə. Ümid edirəm, sualınıza cavab verə bildim. Çox sağ olun, dəyərli biliklərinizi bizlə paylaşdığınız üçün. Aysun xanım, bizə çox maraqlıdır ki, Harvardda ilk semestrinizdə sizi ən çox təəccübləndirən və ya adaptasiya olmaqda çətinlik çəkdiyiniz məqamlar hansılar olub və bu çətinliklər öhdəsindən necə gəldiniz? Çox maraqlı və düşündürücü sualdır. Çətinliklər nələr idi? Məsələn, mən ilk gedəndə tək deyildim. Başqa Azərbaycanlı var idi, Layla, onu da salamlayıram buradan. Amma hər birimiz yeni idik də, düzdürmü? Məsələn, mən çox çətinliyim şəhər adaptasiyada olmuşdu ki, başqa ölkədə gedib survive eləmək, orada məsələn özüm ev tapmalıydım, özüm orada yaşamalıydım. İlk maraqlı məsələ bu idi ki, çox
yeni idim. Gedib yaxındakı və ən bahalı marketdən alış-veriş eləyirdim. Məsələn 3 banan alırdım, ona 30 dollar verirdim. Məsələn deyirəm bunu və sonra fərqinə vardım ki, mən səndəmə Bostonun ən bahalı marketindən alış-veriş eləyirəm. Sonra qrupa list göndərdilər ki, grocery olaraq bu marketlərə gedə bilərsiniz. Bu daha, yəni səhvlərimdən öyrənərək daha yaxşı eləməyə çalışırdım. Ən çox çətinliyim bu texniki şeylərdən kənar akademika fokus olsaq, yaşadığım culture shock. Orada fərqli hər cür şəxslər var idi. Dinlərə açığam, amma məsələn digər məsələlərdən LGBTQ üzvləri falan hər türlüsünü görmək mənim üçün çox böyük bir şok idi. Onu gözləmirdim. Ona öyrəşmək, adaptasiya olmaq biraz mənim üçün vaxt almışdı. Qrup yoldaşlarım falan idi, eyni işləri görürdük, amma həm müsəlman olaraq, həm də ki belə bir şey ilk dəfə experience olaraq mənim üçün çox təəccüblü olmuşdu. Amma bir müddət sonra artıq öyrəşirsiniz. Bir də məni ən çox təəccübləndirən məsələ bundan ibarət idi ki, orada hər kəs qarışqa kimi çox çalışırdılar. Məsələn, mən baxırdım ki, burada qoyub getdiyim qrup yoldaşım hələ də orada kompüterdə nəsə işləyir. Və yaxud da ki, orada o qədər gözəl fərqli dünyanın müxtəlif tərəfindən təsəvvür edin ki, ən yaxşıları seçiblər, bir kohorta gətiriblər və siz bir-birinizdən öyrənə bilərsiniz. Məni ideyaların müxtəlifliyi, insanların bu qədər güclü backgroundun olması çox təəccübləndirmişdi və ən çox elə çalışırdım ki, onlardan öyrənim, öz qrup yoldaşlarımızdan. Və bir də orada məsələn başqa elə bilirəm ki, Kennedy School'da biraz toksik münasibət var tələbələr arasında. Yəni hər school'un mənim eşitdiyim qədərilə oradakı culture və əməkdaşlıq və münasibətlər biraz fərqlidir. HBS-də, yəni ki, business school'da elə bilirəm hamı daha çox belə hamı özü üçün öz startupımı eləyim, öz biznesim üzərində çalışır da ki, məqsədi nədirsə o üzərində çalışırsa, bizdə amma education school'da hamı bir-biri üçün çalışırdı. Çünki bizə onu təbliğ eləmişdilər və hamı çox dəstəkləyici şəkildə bir-birinə çox yaxından dəstək olurdular. Yəni mənim nədəsə çətinlik çəksəm, gecə 3-də kiməsə yazsam ya da zəng eləsəm, həmin qrup yoldaşım mütləq mənə dönər və kömək eləyərdi. Məsələn, bu mənim üçün çox təəccüblü bir şey. Çünki mən ora getməzdən öncə YouTube-da falan Harvard məzunlarına baxırdım və onları o qədər ilahiləşdirmişdim ki, gözümdə. Deyirdim ki, indi gedib fərqli nəsə görəcəm, amma sonra baxdım ki, sizin kimi, mənim kimi hamımız eyni insanlarıq, fərqli çox bir şey yoxdur. Və bu mənim üçün təəccübləndirən bir səbəblərdən biri olmuşdu ki, elə hamı özümüzünki kimi, amma çox çalışan, çox savadlı, çox yaxşı background olan insanlardır. Çox şey demək olar. Əsas ağlıma ilk düzü bunlar gəlir. Çox sağ olun cavabladığınız üçün. Həqiqətən çox gözəl təcrübələriniz oldu. Öncəliklə salam Aysel xanım. Mənim isə sualım budur ki, Azərbaycandakı tələbəlik illəriniz zamanı xaricdə yaşamağı düşünürdünüzmü? Harvardı bitirdikdən sonra Azərbaycana qayıtmaq qərarını necə verdiniz? Əla, maraqlı suallardır. Təşəkkür edirəm. Mən xarici təhsil haqqında düşünürdüm Azərbaycanda olanda. Hətta həmişə Harvarda istəmişəm. İlk necə xarici təhsil haqqında qərara gəldim. Mən beynəlxalq layihələrdə maraqlı idim iştirak eləməyə. Bir-iki layihədə iştirak eləyəndən sonra artıq təhsil haqqında da düşündüm. Həm də ki, elə bilirdim ki, mənim çatmaq istədiyim karyera nöqtəsinə çatmaq üçün mənim daha yaxşı, daha keyfiyyətli təhsil almağım lazımdır. Buna görə də ehtiyac hiss edirdim magistr təhsili üçün və araşdırmaya başlayanda Education Related İngilis dili müəllimliyi Dillər Universitetindən məzun olmuşam. Amma müəllim olmaq istəmədiyimi bilirdim. Ona görə yox ki, müəllimlik pis peşədir əsla. Sadəcə bilirdim ki, mənim yaratmaq istədiyim təhsil təkcə dərs deyəcəm 70 şagirdin həyatı ilə kifayətlənməsini istəmirəm. Mən daha çox insanın həyatına çatmaq istəyirəm və həqiqətən ölkə miqyasında işlər görmək istəyirəm. Ona görə də istəyirdim ki, ikinci bir təhsil alım və araşdırmalar zamanı Harvard Graduate School of Education'da Education Leadership, Organizations and Entrepreneurship ixtisasını gördüm. Hansı ki, təhsil liderliyi, təşkilatçılıq və sahibkarlıq ixtisası. Sahibkarlığa da marağım var, təşkilatçılığa da marağım var, təhsil liderliyinə də marağım var və Amerikanı yoxsa UK-mi deyə qərar verəndə də Amerikanı seçmişdim. Çünki UK-də research based olur dərslər. Mən isə istəmirdim ki, bütün gün kitabxanada oturum, mənasız kitablar oxuyum və nəsə uzun-uzun tədqiqatlar aparım. Mən istəyirdim ki, practical, hands-on experience, təcrübə əldə edə biləcəyim bir təhsil sistemi olsun. Bu da araşdırıb Harvardı tapmışdım. Orada hansı ki biz real layihələr üzərində çalışırdıq. Bu Mentify onlardan biridir. Göstərdiyim dərslərdən birinin proyektidir bu. Ona görə də düşünürəm belə bir qərar vermişdim və bizdən Nərman Qəhrəmanlı onun Harvard Universitetinə qəbul olan ilk Azərbaycanlıdır mənim oxuduğum ixtisasda. Ondan sonra mən gəlmişəm, qrup yoldaşım ilə gəlib, biz ikinci kohorduq bir növ. Məsələn, onun qəbulunu mən görmüşdüm təsadüfən. Otaq yoldaşım hansısa rəfiqəsinin elanını paylaşmışdı storydə və elana baxanda yuxarıda gördüm Harvard Universitetində adı var, təhsil fakültəsidir. Policy and Analysis idi. Dedim, deməli mən də qəbul ola bilərəm. Bu baş vermişdi təqribən 2022-23-cü illərdə.
Sonra da sənədlərimi yavaş-yavaş bir il öncədən topladım, müraciət elədim və sonra qəbul aldım, əlhəmdülillah. Bir də mən də onu da demək istəyirəm ki, son anda əslində müraciət eləməyəcəydim. Çünki öz güvənimi bir xarici təhsil şirkətində konsultasiyada olmuşdum. Dedim ki, bəs mən Harvardda təhsil almaq istəyirəm. Onlar mənim yaşıma baxdılar, təcrübəmə baxdılar. Əslində təcrübəm sosial və liderlik baxımından beynəlxalq yaxşı idi, amma praktiki iş təcrübəm yox idi ki, gedim adıma əmək müqaviləsi olsun ki, mən bunu önəmli hesab eləmirəm də. Mənə dedilər ki, bu mümkün deyil və mən onlarla sağollaşdım. Çünki onlara bir-iki sual da vermişdim texniki. Gördüm ki, adi texniki şeylərə də belə cavab verə bilmirlər. Hətta mən onlardan hədiyyə qazanmışdım. Necəsə giveaway-mi qoşulmuşum. Normalda belə şeylərə qoşulan deyiləm. Qoşulsam da qazanan deyiləm. Amma necəsə onlara gəlib düşmüşdüm. Mən dedim ki, okey, gedim bir görüşüm. Sonra onlarla yolumu ayırmaq qərarına gəldim. Yəni, çünki həm də məni UK-yə yönəldirdilər. Mən Amerika istəyirdim. Yenə də onların da qəbulu var. Sözüm onu da dedi. Öz təcrübəmi bölüşürəm sadəcə. Və belə oldu ki, sənədlərimi topladım. Son anda mən IELTS-dən 7 aldım. Hansı ki 7-5-8 gözləyirdim. Dekabrın 16-sı imtahan vermişdim. Axırı cavab çıxmışdı. Yəni yanvarın 5-də deadline idi. İkincini götürməyə də vaxtım yox idi. Həm də mən imtahanı verəndə xəstə idim. Gəncədən Bakıya getmişdim. Gecə yatdım. Yəni bu faktorlar da var idi ki, mən gözlədiyim nəticəni toplayıb 0.5 ilə falan qaçırmışdım. Həmən müddətdə bir il öncə də imtahan vermişdim mən IELTS əslində. Məsələn, speaking falan 7 almışdım. Ondan sonra beynəlxalq layihələrdə iştirak eləmişdim, ingilis dilimi inkişaf elətdirmişdim. Bu sadəcə 1 ilə 0.5 qalxmışdı. Hətta speakingim azalmışdı. 7-5-dən 7-yə mi düşmüşdü? Necəsə belə bir şeydir. Mənə çox təəccüblü gəlmişdi və dedim ki, mən müraciət eləmirəm. Çünki kimdir məni 7 ilə qəbul edən? Onlarda da minimum requirement 7-5 idi. Buna rəğmən bəzi hadisələr oldu. Sonra mən müraciət elədim. Son anda 1-2 saat sonra application bağlanırdı. Müraciət elədim və müraciət edəndən sonra screenshot paylaşmışdım ki, mən Harvarda müraciət elədim. Mən bunu hər yerdə danışıram çünki bu çox belə emosional bir hekayədir mənim üçün. Və dostum mənə dedi ki, bunu əslində gərək paylaşmazsan. İmtina gəlsə insanların baxışı ya da ki, münasibəti səni narahat eləyə bilər. Mən dedim ki, insanların mənim haqqında nə fikirləşdiyi önəmli deyil. Mən bu qədər bir illik stres və bu çətinlikdən sonra apply basa bilmişəmsə, submit eləyə bilmişəmsə, bu mənim üçün artıq qəbula bərabərdir. Özümə rejectə hazırlanmışdım. Düzü inanmırdım ki, qəbul alacağam. Sadəcə həyat fəlsəfəm budur ki, kəşf deyəcəyim həyat yaşamaq istəmirəm. Məsələn, əgər bilmək istəyirəm ki, mən onu gələcəkdə əgər müraciət eləməsəydim, həmişə ağlımda sual olacaqdı ki, müraciət eləsəm bəlkə qəbul alardım. O kəşf o bəlkəni deməmək üçün müraciət elədim və nəticə çıxdı. Əlhəmdülillah qəbul aldım. Özüm belə şok olmuşdum ki, necə oldu qəbul ala bildim. Ölkəyə necə qayıtmaq qərarına gəldim? Birincisi, mən dövlət proqramı məzunuyam və biz ölkəyə qayıdıb 5 il çalışmaq bizim məsuliyyətlərimizdən biridir. İkincisi, düzü mən orada yenə də bilirdim ki, qayıdacağam. Həm də ailəm buradadır. Mən düzü Bakını, Azərbaycanı çox sevirəm. Özümü xaricdə tək yaşayan görmürəm uzun müddət. Bəlkə qısa müddətli ola bilər, amma tək çox özümü görmürəm ki, məsələn, normalda insanlar niyə gedir? Daha yaxşı imkan, daha yaxşı həyat üçün. Düşünürəm ki, burada da onu eləyə bilərəm. Azərbaycanda kifayət qədər geniş imkanlar var. Məsələn, mən orada iş tapmışdım, yaxşı əmək haqqısı da var idi. Sadəcə dedim ki, Ayşin, sən burada qalsan bunu eləyə bilərdin. Onu özümdə o satisfied oldum və sonra ölkəyə geri qayıtdım və qərarımdan çox xoşbəxtəm əslində. Uğurlarınızın davamlı olmanı diləyirəm və cavabınıza görə təşəkkür edirəm. Salam Ayşin xanım. Bilmək istəyirdim, beynəlxalq təcrübələr sizə nələr öyrətdi və bu gün Azərbaycan gənclərinin üstünlükləri nələrdir? İki fərqli sual görürəm burada. Beynəlxalq təcrübələr mənə özümü yenidən yaratmağı öyrətdi və özümə qazandırdı bir növ. Çünki yeni bacarıqlar, yeni biliklər, yeni perspektivlər gördüm və öz üzərimdə inkişaf üçün və özümü challenge eləməyim üçün düşünürəm ki, iştirak elədiyim bu beynəlxalq layihələr, təlimlər və magistr təhsilimin özü belə olsun, məni həqiqətən böyüməyimə çox kömək oldu və dünya görüşümün inkişafına, yaxşı dostluqlarımın olmasına və ətrafıma yaxşı, sağlam insanlarla qurmağıma çox kömək elədi. Sualınızın ikinci hissəsini unutdum. Sizcə demək istəyirdim ki, bu günlərim Azərbaycan gənclərinin ən böyük üstünlükləri nələrdir? Düşünürəm ki, keçmişlə müqayisədə indi xaricdə təhsil hər kəs üçün çox əlçatandır və həqiqətən çox böyük nemətdir ki, bizim dövlət proqramı kimi bir təqaüdümüz var ki,
bakalavr, magistr, PhD hər üç istiqamətdə xarici təhsil almaq istəyib, amma bunun imkanı çatmayan gəncləri maliyyələşdirsinlər və onların həyatına çox böyük miqdarda yatırım eləyirlər. Məsələn, sadəcə mənim 1 illik magistr təhsilim $100,000, 170 mindən çox bir vəsait idi. Yəni bunu bir şəxsin həyatına yatırırlar. Bu o deməkdir ki, bu sizin üçün çox böyük bir investisiyadır. 2011-dən yoxsa 19-dan etibarən dövlət 15-dən deyəsən tətbiq edirlər dövlət proqramını və o müddət ərzində düşünürəm ki, həqiqətən təhsil alıb gələn insanlarla o müddətdə təhsil almayan və bu fürsəti dəyərləndirməyən insanların həyatında mənim təcrübələrim bunu göstərir ki, çox fərq var. Birinci düşünürəm ki, ən böyük bizim üçün əlimizdə olan imkan budur. Bundan başqa indiki müasir zamanda elə bilirəm ki, internet o qədər hər şey, xüsusilə süni intellekt hər şey o qədər çox əlçatan edib ki, siz asanlıqla hər şeyə, hər kəsə, hər bir fürsətə əlçatan ola bilərsiniz və ən əsası isə düşünürəm ki, bu imkanları dəyərləndirmək və internet və bu kimi vasitələrdən doğru şəkildə istifadə eləmək və öz inkişafımız üçün, öz həyatımız üçün istifadə eləmək çox əlçatandır və bu çox böyük bir avantajdır bizlər üçün. Məsələn, mənim özüm belə indi internet vasitəsilə hansısa Amerikalı bir təlimçidən X mövzusunda nəyisə öyrənə bilirəm və yaxud da ki, in-person da olsa hansısa layihəyə müraciət edib gedib iştirak edə bilirəm və yaxud da ki, məsələn, indi layihələrlə dünyanı gəzmək çox rahatdır. Mən indiyə qədər ondan çox ölkədə olmuşam və heç birinin biletini özüm almamışam. Mənə daim biletimi də alıblar, yaşayış, qida və sair xərcləri həmişə qarşılayıblar. Çünki fürsətlər çoxdur, onları görmək və dəyərləndirmək lazımdır. Ona görə də sadəcə bu final goal-u bilmək lazımdır ki, mən nə istəyirəm. Çünki hamı xaricə gedir də, siz xaricə getməli deyilsiniz. Ola bilər ki, Azərbaycanda o qədər yaxşı, məsələn, Adanın təhsilini mən çox bəyənirəm. Banımın təhsilini çox bəyənirəm. Bakı Ali Neft Məktəbinin təhsilini çox bəyənirəm. Yəni orada da olub yaxşı şeylər eləmək olar. Ya da ki, adi bir universitetdən məzun olub, yaxşı işlər görmək çox realdır fikrimcə. Sadəcə fürsətləri görmək və anında reaksiya vermək lazımdır. Çünki o bir anlıq olur. Yəni o fürsət bir də gəlməyə bilər. Onu dəyərləndirmək lazımdır, bəli. Ətraflı izahınız üçün çox təşəkkür edirəm və ümid edirəm ki, sizin kimi gənclərin, bu yolda uğur qazanmaq istəyən gənclərə çox böyük faydası olacaq. Çox sağ olun. Çox sağ olun. Salam Aysun xanım. Mentify platforması digər xarici şirkətlərdən nə ilə fərqlənir? Yəni sizcə bir gənc Mentify niyə bəli deməlidir? Mentify mən mənəvi bir ailə üzvü kimi görürəm. Çünki həqiqətən sıfırdan qurulması və bu gün düzdür, daha böyük məqsədlərimiz var. Bu nöqtəyə çatması mənim üçün çox dəyərlidir və hər birində bilirəm ki, mənim də əməyim var. Mentify başqalarından nə fərqləndirir? Biz xarici təhsil şirkəti deyilik. Mentify xarici təhsil platformasıdır və bizim məqsədimiz, prinsipimiz bundan ibarətdir ki, hansısa X universitetində və X proqramında təhsil almaq istəyən tələbəni ya da ki, övladın təhsil alması istəyən valideyni həmin universitetdə hal-hazırda təhsil alan və yaxud da ki, məzun olmuş biri ilə əlaqələndirmək və mentorluq keyfiyyəti olan birini tapmaq, çünki mən hər kəsi müsahibə eləyirəm, onları əlaqələndirmək və mentorluq dəstəyi göstərməkdir. Mentorluq dəstəyi nədir? Çünki indi xarici təhsil şirkətlərində sizin sənədlərinizi reallıq budur ki, kimlər işləyir? Hansısa tələbələr, məzunlar, Bakıdan kənara çıxa bilməyən şəxslər və onlar sizə hansısa X universitetində təhsil vəd eləyirlər və Mentify-da isə sizə verilən, biz normalda heç kəsə vəd vermirik, amma sizə göstərən, dəstəyi göstərən şəxs özü sizin çatmaq istədiyiniz nöqtəyə artıq çatmış şəxsdir. Məsələn, siz əgər Harvard Law School-da təhsil almaq istəyirsinizsə, sizin mentorunuz Harvardda, məsələn deyirəm, təhsil almış, ya da ki, birbaşa law ixtisasında təhsil almış və yaxud da ki, ona yaxın bir ixtisas almış, amma Harvard təcrübəsindən keçən biri olur. Və yaxud da ki, siz Stanford Universitetində təhsil almaq istəyirsinizsə, orada təhsil alan, məzun olan bir mentorla sizi əlaqələndiririk ki, o sizə bu prosesdə ən yaxşı şəkildə dəstək olsun. Çünki hər şey internetdə yazılanlardan kifayətlənmir. Qəbul prosesi o qədər çətin, o qədər qarışıqdır ki, onu sadəcə bu yoldan keçən biri sizi ən yaxşı və ən rahat şəkildə apara bilər və Mentify-ın da əsas fərqi bundan ibarətdir. Və bir də ən əsası biz heç kim üçün hazır sənədlər yazmırıq. Çünki birincisi bu etik deyil, başqasının haqqına girməkdir. İkincisi, bu həyatı həmin tələbənin özü yaşayıbdır və özünü ən yaxşı şəkildə özü təsvir edə bilər. Və normalda digər şirkətlər hazır sənədlər yazdığına görə əsas imtina səbəbi də budur ki, ya süni intellektdən yazılır o sənədlər, ya da ki, tələbəni tam əks etdirmədən yazılır və yaxud da ki, o qədər too general olur ki, Qəbul komitəsi çox görür bu sənədləri və siz hansı sənədlərinizdə recommendation verir? Bütün sənədlər, CV, motivasiya məktubu, personal statement, PhD müraciət edirsə, research, yəni bütün application daxil olan nədirsə, biz sıfırdan tələbəyə dəstək oluruq onları hazırlamaqda və ən əsas fərqimiz budur ki, hər mentor bir ay müddətində maksimum
minimum 1, maksimum 2 tələbə ilə çalışır. Əgər eyni ixtisasda tələbə çoxdursa, normalda 1 olur bu ki, full fokusunu 1 ay boyunca həmin tələbəyə versin. Amma digər şirkətlər nə edir? 50-60 və daha çox tələbənin sənədini eyni anda işləyirlər və bu nəticədə problemə gətirib. Düz mən kimsə belə ya da ki, nəsə əks demək istəmirəm, sadəcə reallıq budur. Hansı ki, mən özüm tələbə olaraq bu problemləri görmüşdüm və bütün bu bazarda olan problemlərin həlli olaraq Mentify yaratdım və bu problemləri həll edirik. Bu o demək deyil ki, bizim bütün tələbələrimiz qəbul olacaq və heç imtahanımız olmayacaq. Çünki bunun heç kim reallığını və yəni ki, zəmanətini verə bilməz. Zəmanət verənlər belə, deməli, burada səmimi söhbət yoxdur, yalan danışırlar. İkinci bir məsələ, biz onun əsas fərqimiz bundan ibarətdir ki, biz bu yolu keçmiş şəxsin real təcrübəsi ilə 100% keyfiyyətdə sənədlərin hazırlanması və qəbul şansınızı 100%-ə çatdıracaq xidmətin zəmanətini veririk və bu istiqamətdə əsasən dəstək göstəririk gənclərə. Bir sual vermək istəyirəm. Yalnız o universitet üçün, məsələn, Harvard Law School bitirmiş bir insan Harvard Law-ya müraciət etmək istəyən tələbəyə mi kömək edir, yoxsa başqa Stanford, Princeton, Yale? Prinsip belə olur. Bizə məsələn minimum 3 universitetə müraciət ediriksə, ilkin başda məsələn mən Law School-dan tapmışdım Azərbaycanlı. Onlar feedback vermişdilər. Məsələn bildirdilər ki, mənim vaxtım yoxdur. Bir də bizdə görünən mentorlar var, görünməyən arxa fonda mentorlar var ki, onlar dəstək olurlar, hansı ki öz önündə olmaq istəmirlər. İşlərindən dolayı və yaxud da ki, başqa səbəblərdən dolayı onlar arxa fonda mentorluq eləyirlər. Məsələn, o mentor əsasən həmin ixtisasdan olanı veririk. Digərlərinə başqasını təyin eləməyə çalışırıq. Bir də bizdə hər tələbənin 2 mentor olur. Bir əsas mentorlar olur. İkinci mentorda həmişə mən oluram. Dəstəkləyici mentor kimi, köməkçi mentor kimi, sənədlərin yoxlanılması, feedback verilməsi. Əgər tələbə həm Harvard, həm Princeton, həm Yale-ə müraciət etmək istəyirsə, tələbədən soruşuruq ki, bu üçündən ən çox hansından qəbul olmaq istəyirsən? Məsələn, deyək ki, Harvarddan. Onda əsas mentor olur Harvard, digər universitetlər üçün isə həmin universitetlərdə oxuyan tələbələrdən, məzunlardan yekun sənədlərinə feedback alırıq. Yazılı review alırıq ki, onların da nəzərindən keçsin. Yəni ümumi sistem belə işləyir. Çünki hər kəsin təcrübəsi fərqlidir. Fərqli doğrudur. Çox təşəkkür edirəm. Çox sağ olun. Özüm də sualıma cavab. Demək olar ki, komanda yoldaşlarımız suallarını sizə ünvanladılar və suallarımız yekunlaşdı. Düşünürəm ki, bir çox gəncə həm akademik yöndən, həm də mənəvi yöndən çox gözəl tövsiyələrinizi verdiniz. Mən də böyük sevgi ilə dinlədim. Və son sualı da mən vermək istəyirəm. Özünə inanmayan, bu yolda bu addımları atmaqda çətinlik çəkən gəncə söyləyəcəyiniz son bir cümlə nə olardı? Bu mənim özümə də tez-tez xatırlatdığım bir cümlədir ki, əgər bu həyatda mənim çatmaq istədiyim nöqtəyə və yaxud da getmək istədiyim bir məqsədi artıq reallaşdıran bir nəfər də olsa bunu edibsə, bir nəfər də olsa mənim etmək istədiyim şeyi artıq edibsə, deməli mən də bacara bilərəm. Və bunu özüm üçün düstur kimi müəyyənləşdirmişəm və nə zaman ki inansam ki, nəsə mümkün deyil ya çətin olar, özümü bir növ müqayisə edirəm və düşünürəm ki, X şəxs bacarıbdır, sən də bacara bilərsən və bəzən prosesdən zövq almasaz da və yaxud da ki, proses sizə çətin gəlsə də və o yolda çox stres, xüsusilə bu xarici təhsil istiqamətində çox çətindir. Bu imtahanlar, stres və s. çox olur. Buna rəğmən amma sonunda bilirsiniz ki, sizi yaxşı bir şey gözləyir və o finalı gözümün önündə canlandıraraq özümü motivasiya eləməyə çalışmışam həmişə və ümid edirəm ki, gənclərimiz üçün də bu yaxşı bir not ola bilər ki, əgər bir nəfər də sizin çatmaq istədiyiniz nöqtəyə çatıbsa, deməli siz də bacara bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm. Düşünürəm ki, bir çox gənc artıq bundan sonra bu devizi özünə seçəcək. Ümid edirəm siz də bizim buraxılışımızı bəyəndiniz. Bundan sonra da digər buraxılışlarımızı izləmədə qalın. Sağ olun. Sağ olun. Görüşərik. İndi isə Aysun xanım sizlə belə bir oyun oynayacağıq. Oyunumuzun adı O mu bu mu oyunudur. Sizə 2 dənə çox çətin, mənim fikrimcə olan ssenarilər verəcəyik və siz onlardan birini seçməlisiniz. Bunu hətta digər qonağımızla da oynayacağıq. Görək siz necə fərqli reaksiyalar verirsiniz. Maraqlı. Başlayaq. Aylıq təqaüdü çox yüksək olan, amma heç kimin tanımadığı bir universitetdə oxumaq, yoxsa təqaüdsüz, bütün pulları özünüz ödəyərək top bir universitetdə oxumaq? Hal-hazırda yəqin ki, təqaüdlə oxumağı seçərəm. İkinci təhsilim ola bilər ki, özümü maliyyələşdirim. Elə ola bilər. Tamam. Universitet şəhərindən 1 saat uzaqda tək qaldığınız bir mənzil, yoxsa kampüsün düz mərkəzində otağı 5 fərqli ölkədən olan və heç təmiz olmayan tələbələrlə paylaşmaq? Oy, 5-ə razıyam, təmizi bilmirəm. Uzaqda yaşamaq istəmirəm. Yəqin ki, yaxında qalmaq istəyirəm. Çünki yorucu olur, dərslər, fəaliyyətlər falan.
Yaxını seçərəm. Tamam. Getdiyiniz ölkənin dilini mükəmməl bilmək, amma dərslərdə çox çətinlik çəkmək, yoxsa dərslərin hamısından yüksək almaq, amma küçəyə çıxanda yerlidirdə hətta çörək belə sifariş edə bilməmək? Dərslər təbii ki, translatordan istifadə edirəm. 3 qatarlı 2 avtobuslu ucuz səyahət, yoxsa bütün tələbə büdcəni bitirən birbaşa uçuş? 3 qatar, 2 avtobus, onu seçərəm. Tələbəyik, ona görə. Hər həftə sonu fərqli ölkəyə səyahət etmək, yoxsa oxuduğun şəhərin altını üstünə gətirmək? İmkanım varsa fərqli ölkələri seçərəm. Yoxdursa oxudum şəhər. Səhər saat 8-də olan viza randevusu, yoxsa gecə saat 12-yə qalmış imtahan deadline-ı? Viza, deadline, stres çəkmək istəmirəm artıq. Qrup işində bütün yükü özünüz üzərinə götürmək, yoxsa heç nə etməyən qrup yoldaşlarını professora şikayət etmək? Şikayət eləyirəm yəqin ki. Otaq yoldaşının 2 gün yuyulmamış qalan qabları, yoxsa otaq yoldaşının evə xəbərsiz gətirdiyi və getmə bilməyən dostu? İkisinə də okeyəm. Doğrudan deyirsiniz. Mən Evdə əsla çox dostu olmuram dözə mən. bilmərəm. Çox olmuram evdə, mən ona görə bilmirəm. Ola bilər. Bakıdakı dostların qrup chatında gəzdiyi videolar atanda gələn qəribə tənhalıq hissi, yoxsa xaricdəki qrup yoldaşlarının öz aralarında yerli dildə zarafat edib güldüyü və o anda yaşadığınız o qəribə gülüş belə hiss var. Məncə ikinci, çünki mən ora gedəndə də Azərbaycandakı dostlarımı çıxartmışdım Instagramdan ki, ancaq xaricdəkiləri görüm, onlar nə edirlər falan. Xəyalındakı ixtisası orta səviyyəli universitetdə oxumaq, yoxsa istəmədiyin ixtisası dünyanın ən nüfuzlu universitetlərindən birində oxumaq? İstədiyim ixtisas. Çox güclü akademik mühitdə olmaq, amma sosial həyatın demək olar ki, olmaması, yoxsa orta səviyyəli akademik mühitdə oxuyub zəngin tələbə həyatı yaşamaq? Zəngin tələbə həyatı yaşamaq. Məzun olduqdan sonra xaricdə yüksək maaşlı işə başlamaq, yoxsa Azərbaycana qayıdıb daha aşağı maaşlı, amma daha böyük sosial təsiri olacaq işlə məşğul olmaq? İkisi Məncə də. artıq Sosialı uzaqdan demək olar. Qəbul alma ehtimalı çox aşağı olan Xəyal Universitetinə müraciət etmək, yoxsa qəbul şansı yüksək olan, amma sizi o qədər də həyəcanlandırmayan universitet seçmək? Qəbul şansı aşağı olan, amma keyfiyyətli universitetə müraciət etmək. Xaricdə təhsil alarkən yalnız akademik uğura fokuslanmaq, yoxsa GPA bir qədər də aşağı olsa belə təcrübə, könüllülük və güclü əlaqələr qurmağa daha çox üstünlük vermək? İkisini də bir arada tutmaq. Birini seçməliyəmsə, seçməlisiniz. yəqin ki, əlaqələr. Və son sualımıza gəldik. Bir il gözləyib xəyalınızdakı universitetə daxil olmaq, yoxsa bu il dərhal yaxşı bir universitetə daxil olub yola vermək? Bir il gözləmək. Tamam, çox sağ olun cavablarınız üçün. maraqlı Çox ilə suallar. razılaşıram. Razılaşmadıq xanasını müzakirə eləyərik. Çox sağ olun, Əqdə. Çox maraqlı oldu. Oyunlar üçün təşəkkür edirəm. Buyurun. Maraqlı çəkiliş üçün təşəkkür edirəm. Ümid edirəm hər kəs üçün maraqlı olar inşallah.